Salam uşaqlar. Deməli, bugün biz sizinlə e, qrupa Ayşin müəllimənin kitabından atmışdım. Düzdürmü? Ayşin İmanova sınaq toplusu. Həm riyaziyyat, məntiq. Başlayaq. Deməli, birinci sınaqla başlayırıq. Deməli, birinci testdə nə deyir? Aşağıdakı ədədlərdən neçəsi sadədir? Sadə ədədlər nədir uşaqlar? Birə və özünə bölünən ədədlərə biz deyirik sadə ədədlər. 21 3-ə 7-yə bölünür, sadə deyil. 45 3-ə 5-ə 9-a bölünür, sadə deyil. 31 sadədir. 51 rəqəmlər cəmi 6-dır. Biz də bilirik ki, ədədin rəqəmlər cəmi 3-ə bölünürsə, ədəd 3-ə bölünür. Deməli, sadə deyil. Uşaqlar, 1 yadınızda qalsın. Nə sadə, nə mürəkkəbdir. 2 sadə ədəddir. 19 sadə ədəddir. 9 3-ə bölünür, olmaz. 57-nin rəqəmlər cəmi 12, deməli 3-ə bölünür. 91 7-yə bölünür uşaqlar. 91 bölü 7 13 edir. Ona görə bu da sadə deyil. Deməli, daha çox uşaqlar burada 4 cavabı götürür. Çünki 1-i sadə götürür. Diqqətli olun. Sadə ədədlər nədir? 1-ə və özünə bölünən ədədlər. 2 isə yeganə cüt ədəddir ki, həm də sadədir. Amma 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Bizə desə ən kiçik sadə ədəd 2. Cüt və sadə ədəd yenə 2. Həm tək, ən kiçik, tək sadə ədəddirsə artıq 3 götürürsünüz. Yəni bu tip testlər qarşınıza çıxa bilər. Biraz diqqətli olun. Keçdik ikinci testə. Tuncay 1594 ədədini Anar 1397 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdı. Nəticədə alınan ədədlərin cəmi neçə olar? 1594-ü yüzlüklərə qədər təklik, onluq, yüzlük yuvarlaqlaşdırdıqda 5-dən sonra 9 gəlir. Ona görə bir vahid artır. 1397 təklik, onluq, yüzlük, bu da olur 1400. Daha sonra isə deyir ki, alınan ədədlərin cəmi neçə olar? Toplasaq, bu da bizə verir 3000. Yəni A variantı. Rəqəmləri müxtəlif. 4 rəqəmli ədəd 3-ə tam bölünür. 5-ə böldükdə isə 3 qalıq qalır. Bu ədədin rəqəmlər cəmi ən çox neçə ola bilər? Biz artıq yadımıza salmalıyıq ki, ümumilikdə rəqəmlərin müxtəlif deməsəydi, ən çox deyir axı, ən böyük 4 rəqəmli ədədim 4 rəqəmli ədədimiz 9999. Amma düşünürəm ki, axı bu mənə deyir ki, rəqəmlər müxtəlif olsun. Yəni 9, 8, 7, 6 kimi düşünək. Belə baxıram ki, 9 üstə gəl 8, üstə gəl 7, üstə gəl 6. Bu bizə neçə verir? 17, 30. Əla. Rəqəmlər cəmi 30, 3-ə tam bölünür. Amma 5-ə böldükdə qalıqda 3 alınır. Yox. Burada son rəqəm 6-dır, 5-ə böldükdə qalıqda 1 alınır. Bəs bunu biz nə edə bilərik? 8-i gətirib atarıq sona. Yəni olar 9, 7, 8, 6. Yəni burada 9768, 9768 ədədindən istifadə edərik. Çünki rəqəmləri müxtəlifdir, daha böyükdür. Çünki ən çox istəyirsə, mən ən böyük rəqəmlərdən istifadə etməliyəm və 5-ə böldükdə qalıqdır. Oradan da 3 alınır. Çünki son rəqəm 8-dir. 8-i 5-ə böldük. 8-i 5-ə böldükdə qalıqdır 3 olur. Yəni düzgün cavabımız oldu. D variantı 30. Daha sonra 37 daha doğrusu 374.583 ədədinin onluq mərtəbəsindəki ədəd ilə millik mərtəbəsindəki ədədin yerini dəysək, ədəd necə dəyişər? Gəlin baxaq. Deməli, onluq mərtəbədə 8-dir, millik mərtəbədə 4-dür. Ədəd özü belədir də, 374.583. İndi 8 və 4-ün yerini dəyişirəm, olur 378.543. Ədəd artdı. Fikir verin, burada 374-dür, burada 378-dir. Düzdürmü? Neçə vahid artdı? Bunu necə tapacaq? 378.543-dən çıxacam 374.583-ü. 3 çıx 3 0, 14-dən 8 6. 5 bir vahid verdi, qaldı 4. 14-dən 5 9, qaldı 7. 7-dən 4 3 0 0. Deməli 3960 vahid artar. 5-ci testə baxırıq. Rəqəmləri müxtəlif, ən böyük 4 rəqəmli
Ədəd rəqəmlər müxtəlif ən böyük 3 rəqəmli cüt ədədin cəmini tapın. Uşaqlar, rəqəmlər müxtəlif ən böyük 4 rəqəmli ədəd 9, 8, 7, 6-dır. Rəqəmlər müxtəlif ən böyük 3 rəqəmli cüt sözü var. Xahiş edirəm, onu unutmayın. 9, 8, 6, yəni 986-dır. Toplasaq 12 bir yadda, 15, 16 bir yadda, 17, 18. Bu da bizə verir 10.862, yəni düzgün cavabımız A variantı. Dəniz 280 səhifəlik 3 ədəd kitabı 7 həftədə bitirməyi planlaşdırır. Deməli, tez düşünürəm ki, əgər mənim bir kitabım 280 səhifədirsə, mənim 3 kitabım neçə səhifə olacaq? 280 vurulsun 3, yəni 840 səhifə. Düzdürmü? İndi bu 840-ı 7 həftəyə bitirməyi planlaşdırırsa, təxminən 840 bölünsün 7, bir həftəyə deməli, deməli, 120 səhifə oxumalı idi. İndi deyir ki, bir həftə oxuya bilmir. Yəni, Dəniz bu kitabları 7 həftəyə yox, 6 həftəyə yekunlaşdırmalıdır. 846-ya bölürəm, bu da bizə verir 140 səhifə. O, hər həftə neçə səhifə artıq oxumalıdır ki, planlaşdırdığı vaxtda bitsin. 120 oxumalı idi, amma indi 140 oxumalıdır ki, tam bitirsin. 140 çıx 120, bu da bizə verir 6-cı testdə C variantı. Arzu sıfırdan başlayaraq ədədləri 20-20 saymağa başlayır. Aşağıdakılardan hansı Arzunun saydığı ədədlərə daxil ola bilməz? Deməli, 20-20 saymağa başlayırsa, həmin ədədlər 20-yə bölünməlidir. 220 20-yə bölünür, 380 bölünür, 980 bölünür, amma 170 20-yə bölünmədiyi üçün cavab olur C variantı. Aşağıdakı yuvarlaqlaşdırmalardan neçəsi doğrudur? Deməli, təklik onluq 100-lük. Əgər bu 9, bundan sonra gələn rəqəm 5, 6, 7, 8, 9 olarsa, bu bir vahid artmalıdır. Elə bil burada olmalı idi 100, sonra da 2 0. Yəni 9999 olmalı idi. 10.000, yəni bu səhvdir. Daha sonra 3-dən sonra 4 olduğu üçün 3 olduğu kimi qalmalıydı 8300. Yəni bu da səhvdir. 9-dan sonra 2 olduğuna görə azalma olmur. Olduğu kimi qalmalıydı 1900. Sonra 2-dən sonra 0 gəlibsə 2 olduğu kimi qalır. Amma ondan sonrakılar da 0 olmalıydı. Yəni bu da səhvdir. Burada isə 7-dən sonra 8 varsa əla. Bu bir vahid artır 8. Digərləri 0 olur. Yəni 8000. Amma bu 80.000 yazıb. Bu da doğru deyil. Daha sonra 6-dan sonra 3 gəlib 6 olduğu kimi qalır. Digərlər 0 olur. Deməli, bu da səhvdir. Neçəsi doğrudur? Heç biri doğru deyil. 8-ci testimizdir. Bununla davam edək. Neçə x rəqəmli ədədin rəqəmlər hasili 24-ə bərabərdir. Gəlin hesablayaq. Deməli, vurma cədvəlini yadımıza salaq. Bu 3 vur 8. Düzdürmü? Yəni 38 olar və 83 olar. Daha sonra 4 vur 6 24-dür. Yəni 46 olar. Bir də 64 olar. Məsələn, deyəcəksiniz mənimə 2 vur 12 deyirəm 4. Axı bunlar mən necə 2 rəqəmli ədəd düzəldə bilmirəm axı. Ona görə cavab olur 38, 83, 46, 64, yəni 4. Rəqəmləri müxtəlif 3 müxtəlif 4 rəqəmli ədədin cəmi 3615-ə bərabərdir. Bu ədədlərdən ən böyüyü neçə ola bilər? Bunun ən böyük olmağı üçün digərlərinə ən kiçiyi veririk. Rəqəmləri müxtəlif. Ən kiçik 4 rəqəmli ədədimiz bura düşür 1023 və müxtəlif dediyinə görə bura yazırıq 1024. Bunu bilmirik. Nə edəcəyik? 1023 üstə gəl 1024. Toplayırıq. Topladıqdan sonra isə bu ədəddən çıxırıq ki, görək cavab neçə olacaq. Deməli, 1023 üstə gəl 1024. Bu bizə verir 2047. 3615-dən də çıxsaq 2047 1568, yəni 10-cu testimizin düzgün cavabı A variantı. 100-dən böyük 298-dən kiçik 2-yə bölünən neçə ədəd var? Deməli, 100-dən böyük deyirsə 102-dir, 104, 106 bu şəkildə gedir. 298-dən kiçik, yəni gəlir 296-da dayanır. Sayı necə tapırıq? Ən böyükdən ən kiçiyi çıxırıq. Neçə artır? 2 artır. 2-yə bölünənlərdə axı 2-yə bölüb üzərinə həmişə 1 əlavə edirik.
296'dan 102'ni çıxırıq. 194. 194'ü bölsək 2'yə 97. Üzərinə də 1 əlavə etsək, bu da bizə verir 98. Sonra bu testdə səhvlər var idi. Şagirdlərimizin çoxu burada diqqətsizlik etmişdi. Aşağıdakılardan hansı ədədin təkliklərinin sayı? Aşağıdakı hansı ədədin təkliklərinin sayı daha çoxdur? Uşaqlar 9 olanı götürmüşdür. Uşaqlar 1399'un təkliklərinin sayı 1399. 9990'da təkliklərin sayı 9990. Burada təkliklərin sayı 7643. Burada isə təkliklərin sayı 6437'dir. Hansında daha çoxdur? Əlbəttə ki, B variantında. Mən sizə desəydim ki, təklik mərtəbə vahidi daha çoxdur. O zaman hə, düzgün cavab A olardı. Şərti diqqətli oxuyun. 13-cü testi ən rahat necə eləyərik? Ortaq vuruğu mötərizə xaricinə çıxartmaqla. Yəni 200 ortaq vuruq kimi bunların hər birindən alıb mötərizə qarşısına atsaq, qalır 642, çıx 342, üstə gəl 200. 300 üstə gəl 200. Mötərizənin cavabı oldu 500. 2 vur 5, 10. Yanına da 1, 2, 3, 4. 1, 2, 3, 4 sıfır əlavə edirik. Bu da bizə verir B variantını. 13-cü testimizdə. 14. Aşağıdakı bərabərsizliklərdən hansı yanlışdır? Deməli, 37500 böyükdür, bəli. 8902 böyükdür, bəli. Burada isə fikir versəz, bu 5 rəqəmlidir, bu 6 rəqəmli. Axı, necə 5 rəqəmli 6 rəqəmlidən böyük ola bilər? Burada isə 4375, 4400'dən kiçikdir, bu da doğrudur. Yanlış olanımız C variantı idi. Hansı ardıcıllıq artan sıra ilə düzülür? Deməli, x L1. Biz bilirik ki, L 50, 50'nin qarşısında 10 varsa bu 40 olur. Yanına da 1 əlavə etsək, olur 41. Daha sonra, deməli, bu bizə verir x C 90, 90'ın üzerine de 11, 101 ama ümumilikdə yazılışda yəni 101 bu şəkildə yazılmır. 50, 60, 70 bu da bizə verir 71 artan sıra olmadı. B variantına baxaq. C 100'dür. Düzdürmü? C 100. 100, 200, 300, L 50'dir. X 10'dur. 3 dənə 10 varsa deməli 380 V 5'ti. 385 üzerine de 3 gelsek 388. Düzdürmü? 388 düzdür. Deməli D 500'dür. C onun əvvəlinə yazılıbsa bu oldu 400. Daha sonra M 1000'dir. Bir qarşısına yazılıbsa 1 çıxırıq 999. Doğrudan da artan sırada elə düzgün cavabımız B variantı. Geçtik riyazi məntiq suallarına. Bir Leyla əlindəki 5 çöpü var. 5 çöpün ikisini yarıya böldü. Bax buradan yarıya böldü. Daha sonra çöplərin ikisini 3 hissəyə böldü. Bax bunu da 3 hissəyə böldü. Şəkil çəkməklə çox qəşəng yazmaq olur. Bu bütöv qaldı. Deməli, gəl birlikdə sayaq. Burada 1, 2, 2 hissə var. Burada da 2 hissə var. Burada 3 hissə var. Burada 3 hissə var. Burada isə 1 hissə. Yəni 2, 2, 3, 3, 1. Toplasaq 4, 10. Düzgün cavab olur 16-cı testimizdə D variantı. 17-ci testə baxırıq. Aşağıdakı sxemə əsasən A-nın qiymətini tapın. Deməli, nə edib uşaqlar? 15'in rəqəmlər cəmi 6, 16'nın rəqəmlər cəmi 7, 17'nin rəqəmlər cəmi 8, 18'in rəqəmlər cəmi 9. 6 və 7'ni toplayıb 13. 7 və 8'i toplasaq 15. 8 və 9'u toplasaq 17. İndi yenə hər birinin rəqəmlər cəmini yazaq. Bu 4. Bu 6, bu 8. 4 və 6'nı toplasaq 10. 6 və 8'i toplasaq 14. Yenə rəqəmlər cəmini yazaq. Burada 1, burada 5. 1 və A-nı da tapmaq üçün 1 və 5'i toplayırıq. Düzgün cavabımız olur 17-ci testdə D variantı. Deməli, 18. Asif kassada sırasında önden 7. sondan 12. adam olarsa kassa sırasında cəmi neçə nəfər var?
Deməli, gəlin baxaq. Bu Asif. Düzdürmü? Deyir ki, Asif öndən 7-cidirsə, deməli Asifdən öndə 6 nəfər var. Ki, bu 7-cidir. Sondan 12-ci adamsa, deməli sonda 11 nəfər var ki, bu 12-ci adam olub. Cəmi 6 öndə, 11 arxada, bir də özü toplasaq sırada. Neçə nəfər olacaq? 18 D variantı. İki rəqəmli ədədlərin əksini çıxdıqda aşağıdakı ədədlərdən hansı alına bilər? Bilməz. Uşaqlar yadınızda qalsın. İstənilən iki rəqəmli ədədlərin onun əksini çıxdıqda alınan cavab, alınan ədədin rəqəmlər cəmi ya 9 olmalıdır, ya 9-a bölünməlidir. Yəni A olar, B 18 olar, 72 olar, 23 olmaz. Yəni məsəl üçün 81 çıx 18, 11 çıx 8 9, 11 çıx 8 3, 7 çıx 1 6. 6 və 3-ün cəmi 9. Məsəl üçün başqa bir şey deyək. Deyək ki, məsəl üçün mən 42, 24 çıxsaq 18 rəqəmlər cəmi 9. 2 rəqəmli ədəddə. Yadıma düşmüşkən 3 rəqəmli ədədi dediyim, istənilən 3 rəqəmli ədəddən onun əksini çıxdıqda həmişə orta 9-dur. Kənarların cəmi də 9-dur. Yəni, məsəl üçün deyirəm, bu 6-dırsa, siz avtomatik bilməlisiniz ki, bu 3-dür. Ya bu 5-dirsə, ya bu 4-dür. Ola bilər sizdən 3-ünün cəmini soruşar. O zaman istənilən 3 rəqəmli ədəddən əksini çıxdıqda alınan ədəd, məsələn, ABC-dən CBA çıxıb, burada qalıb, məsələn, D, Y, F. Həmişə bilməlisiniz ki, Y 9-dur, D və F-in də cəmi 9-dur. Sual verirsə, D, Y, F-in cəmi neçədir? Deyəcəksiniz ki, 18. 20. Fuad kağıdı müəyyən qanunauyğunluqla ədədlər yazır. Aşağıdakılardan hansı bardıcılığa daxildir? Deməli, neyib? 3, 7. Neçə artıb? 4. Düzdürmü? Bax, 3 üstə gəl 7. 3 üstə gəl 7. 10. Yazıb 10. Sonra 7 üstə gəl 10. 17. İndi hər dəfə özündən əvvəlki ilə toplayır. Növbəti ədəd 10 üstə gəl 17. Yəni düzgün cavab olacaq 27. D variantı. Gəldik bura. Deməli, bax, fikir versəz bu üçünü toplasaz, 2 günəş, 2 quş, 2 yarpaq olacaq. Düzdürmü? Tutaq ki, məsələn, A deyək, B deyək, C deyək. Fikir versəz 2A, 2B, 2C-nin cəmi bərabərdir bunların cəminə. Yəni 16, 10, 12. Üçünü də toplasaq bizə verir 18. Bu bir günəş, bir yarpaq, bir quş istədiyinə görə 38-i yarı bölürük. Bu da bizə verir 19. Kağızı ən azı neçə dəfə kəssə 16 bərabər sayıya bilər. Deməli, uşaqlar, bir dənə kağızdır. Bunu buradan bölsəm, bir hissəyə bölsəm, 2 dənə kağız olur. Düzdürmü? İndi bu kağızı gətirin onun üstünə qoyun. Bildiniz necə? Bu bir kağız, bu da ikinci kəsdiyimiz. Bunları bu dəfə belə bölsəm, ikinci kəsimdə bu olacaq 4. İndi kəsdiyim o 4 hissə var. 1, 2, 3, 4. Üst-üstə qoyub bir də ortadan bölsək, üçüncü kəsimdə 8 olacaq, dördüncü kəsimdə 16. Deyir ki, ən azı neçə dəfə kəsək? Yəni, ən azı dedikdə, onları üst-üstə qoyub yenidən bölsək, dördüncü kəsimdə cavab olacaq 10, daha doğrusu 16 bərabərsiyə bölmək üçün olacaq 4 kəsim. 4 kibrit çöpü 1 kvadrat, 7 kibrit çöpü ilə 2 kvadrat düzəltmək olursa, artımlara baxırıq. Deməli, birinci kibrit çöpü hər dəfə 1, 2, 3. 3 artacaq. Düzdürmü? Əvvəl 4-dür, sonra 7, neçə artdı? 3. Sonra yenə 3 artsa 10, yenə 3 artsa 13, yenə 3 artsa 16 və növbəti dəfə 19. Bizdən 6-cını soruşur. 1, 2, 3, 4, 5, 6. Cavab olacaq A variantı 19. 23-cü testimizdə. Bir ABC bir-birindən fərqli rəqəmlərdir. ABC rəqəmlərinin cəmini tapın. Biz düşünürük ki, 2-ni 3-ə vurub 6, əla olsun. Deməli, C neçədir ki, 3-ə vuranda 2 olur. Məsələn, mən bura 4 yazsam, 4 vur 3, 12, 2 yazdım, 1 yadda. Bu 4-ü nəyə vursam, 8 edər ki, 1 yadda 9. Deməli, məsələn, mən bura 2 yazsam, 4-ü nəyə vursaq, B-miz oldu 2. Düzdür? Sonra 2 vur 3, 6-dırsa, 2 vur 2, 4 olacaq.
9 üstə gəl 6, 15, 5 yazıb bir yadda. 4-ün üzərində deməli 2 gəlib ki, 2 üstə gəl 4, 6, bir də yadda 7. O zaman bu 12 isə 4-ü nəyə vursam 12 olar? 3. 3 vur 2 də burada bizə verir. Doğrudan da 6. Bizdən nə soruşur? ABC rəqəmlərinin cəmi A3 oldu, B2 oldu, C-də 4 toplasaq. Bu da bizə verir 9. Yəni A variantı. Ayşən 5 il gec anadan olsaydı onun 2024-cü ildə 24 yaşı olardı. Ayşən neçənci ildə anadan olubdu? 5 il gec anadan olsaydı. Deməli 2024-də 24 yaşı olardı. 2024-dən 24 çıxsaq 2000. Düzdür? Normalda əgər 5 il gec anadan olsaydı o deməli hal-hazırda 2024-də 24 yaşı olardı. Amma 5 il gec anadan olsaydı şərt bu. Ona görə də biz nə edirik? 2000-dən 5 il gec anadan olsaydı nə baş verərdi? Bax, siz özünüz düşünün ki, mən 1 il gec anadan olsaydım. Böyük olardınız, kiçik olardınız. Onu düşünürsünüz. Biz burada nə edəcəyik? 5 il gec anadan olsaydı dediyinə görə 2000-dən 5 çıxırıq. Deməli, əslində o 1995-ci ildə anadan olub. Yox, 5 il gec anadan olsaydı, yəni 2000-ci ildə anadan olsaydı, 2024-də onun 24 yaşı olardı. 26. 3 sinif otağında cəmi 48 şagird var. Birinci sinif otağından ikinci 6 nəfər, ikinci sinif otağından üçüncü 4 nəfər keçdikdən sonra sinifdəki şagirdlərin sayı bərabər oldu. Deməli, 3 sinifdə çəkirəm bura. Yazdım 48 şagird. Birinci sinif otağından ikinci 6 nəfər keçdi. Yəni 6 nəfər buradan bura gəldi. Bu birinci, bu ikinci, bu üçüncü. İkinci sinif otağından üçüncüyə 4 nəfər. 4 buradan keçdi, bura gəldi. Düzdür? Yəni 48, çıx 6, üstə gəl 6, çıx 4, üstə gəl 4. Heç nə baş vermədi. Heç kim ancaq siniflər arasında dəyişim baş verdi. 48 şagird hələ buradadır. Bərabər oldu. 48-i 3 yerə bölürəm. Deməli, onda hamısında oldu. Burada da 16, burada da 16, burada da 16. Nə istəyir bizdən? İkinci sinif otağında əvvəlcə neçə şagird var idi? Deməli, hansı ədəddən 6 çıxsam 16 olar? Əksi gəlirik. 16 üstə gəl 6, bu 22-dir. 16 üstə gəl 4, 20, 20 çıx 6, 14, 16 çıx 4, 12. Bu da bizdən ikinci otağı soruşduğuna görə düzgün cavab oldu. D variantı. Günay 4 qələm 5 markerə 10 manat, deməli 4 qələm 5 markerə 10 manat. Arzu isə 5 qələm 4 markerə 8 manat pul verdi. Toplasaq, deməli bunlar birlikdə 9 qələm alıb və 9 marker alıb. Birlikdə cəmi nə qədər pul verib? 18. 9-u ortaq vurub çıxarsaq, deməli 1 qələm 1 marker neçəyədir ki? 9-18 manatsa bir qələm bir markeri tapmaq üçün 18-i 9-a bölürəm. Bu da bizə verir. B variantı 2 manat. Tural qutudan nömrəli topları seçir. Seçdiyi topun nömrələri 4, 16, 25, 64 olur. Qutuda qalanlar 66, 48, 49, 80 nömrəli toplardan hansını seçər? Uşaqlar, baxın, bunlar kvadrat ədədlərdir. Yəni 2 vur 2, 4. 4 vur 4, 16. 5 vur 5, 25. 8 vur 8, 64. Bəs hansı ədəd özünə vuranda 66 edir? Olmur. 88 olmur. Deməli, cavab 49-dur. Niyə? Çünki 49 7-nin kvadratıdır. Ona görə düzgün cavab bizdə C variantı olacaq. Daha sonra davam edək. 29-cu testə baxırıq. Aşağıdakı cədvəldə yan-yana olan hər 3 ədədin cəmi 21 olarsa. Yəni, tutaq ki, deyirəm. Məsələn, mən bura x yazmışam, bura y yazmışam, bura 5. Y5, yenə x olacaq, 5x, y olacaq, x, y 5 olacaq, y5, x olacaq, 5x, y. Deməli, burada nə nəticə çıxartdıq? Bizim y-lərimiz 9-dur, x-larımız A-dır. Düzüm, əslində belə də düşünə bilərsiniz ki, hər 3 dənədən bir bu təkrarlanır. Belə də düşünə bilərsiniz. İndi baxaq, deyir 3 ədədin cəmi 21-dir. Yəni 5 üstə gəl A üstə gəl 9 bərabərdir. 21-ə 14 üstə gəl A bərabərdir. 21, 21-dən də 14 çıxsaq cavab olacaq B7. Ya da ki, deyirəm 3 ədədin cəmi deyirsə 3 dənədən bir orada təkrarlanma olduğunu unutmayın.
Verilən kubun açılış forması aşağıdakilərdən hansı ola bilər? Burada uşaqlar xəttlərin istiqamətinə fikir verin. Burada bu hissəyə baxın, bu nöqtə. Amma xəttlər bu nöqtədədir. Burada gördünüz səhv hardadır. Deməli, A variantı səhvdir. B variantında da yenə eyni səhvdir. C variantında isə yuxarıda bu olduqda bunun üstünə ağ düşübdür. Amma bizdə üstü bu şəkildədir. Yəni C də səhvdir. Onda bizim test aşağı idim. Və D variantımız qaldı. Deməli, burada dedim, bu hissəyə görə səhvdir. Burada da yenə bu hissəyə görə. Burada isə bu tərəfin üzərinə bu düşübdür. Yəni, ağ düşməyib. Bu səhvdir. Düzgün cavabımız olacaq. Hansı? Bu hissənin üzərinə buradan bu düşdükdə, düzdürmü? Sağ tərəfinə doğrudan da bu fiqur düşür. Gəlin bir dənə dəqiq baxaq. Deməli, düzdür. Düzgün cavabımız olacaq D variantı. Kublarda çətinlik çəkirsinizsə, Pozan qaydasını öyrənin. Birinci testimizin izahı bitdi. Hər birimizə uğurlar. İnşallah növbəti izahlarda görüşərik.